Mövzumuz miqyasdır. Çox vaxt obyektləri kağız üzərində təsvir etmək üçün bütün məsafələri eyni ədədlə və kiçiltmək və ya böyütmək lazım gəlir. Biz bunun üçün miqyasdan istifadə edirik. Bəs miqyas nədir? Miqyas parçanın təsvirdəki uzunluğunun onun həqiqi uzunluğuna nisbətinə deyilir. Həqiqətdə daha böyük olan obyektləri təsvir etmək üçün biz miqyası 1 bölünsün 10 və ya 1 bölünsün 200, 1 bölünsün 10.000, 1 bölünsün 500.000 və s. kimi yazırıq. Bu nə deməkdir? Təsvirdəki bütün məsafələr miqyas qədər kiçildilir. Məsələn, burada 10 dəfə kiçildilir, 200 dəfə kiçildilir, 10.000 dəfə kiçildilir və yaxud da 500.000 dəfə kiçildilir. Miqyasdan həqiqətdə kiçik olan obyektləri təsvir etmək üçün də istifadə olunur. Bu zaman təsvirdəki bütün məsafələr eyni ədəd dəfə bölündürülür. Miqyas bu formada yazılır. 2 bölünsün 1, yəni 2 dəfə bölündürülür. 10 bölünsün 1, 10 dəfə bölündürülür. Və yaxud da 2000 bölünsün 1 və s. Bu da 2000 dəfə bölündürülür. Gəlin miqyası nümunələr üzərində izah edək. Miqyas bizə verib 1 bölünsün 10.000, yəni 10.000 dəfə kiçildilib. Plandakı məsafə 2 santimetrdir. Həqiqi məsafəni soruşur. Həqiqi məsafə. Biz həqiqi məsafəni tapmaq üçün baxın, bu formada tənasüb qururuq. 1 bölünsün yazırıq 10.000. Miqyası bu formada yazdıq, bərabərdir. Plandakı ölçü bölünsün həqiqi ölçü. Bu həmişə bu formada yazılacaq. Düsturu budur. Deməli, 1 bölünsün 10.000 bərabərdir. Plandakı ölçü 2'dir. Həqiqi ölçünü bilmirəm nə qədərdir. Onun yerinə x yazıram. 1 vurulsun x. Kənar ədlərin hasili orta ədlərin hasilinə bərabərdir. Xəstəsini tətbiq edirəm. 2 vurulsun 10.000. 1 x-a vuranda x eləyir. 2-ni 10.000-ə vuranda isə 20.000. 20 santimetrdə biz metrə çevirə bilərik. Metrə çevirmək üçün biz bunu bölürük 100-ə. Eləyəcək 200 metr. Yəni həqiqi ölçüsü 200 metr idi və o 10.000 dəfə kiçildildi. Plandakı ölçüsü 2 santimetrə bərabər oldu. İkinci bir nümunəyə baxaq. İkinci nümunədə isə bizə miqyas verib. Miqyas 1 bölünsün 300'dür. Bu səfər isə həqiqi məsafə verib. Həqiqi məsafə 900 santimetr. Və bizdən plandakı məsafəni soruşur. Plandakı məsafə bərabərdir suala. Yenə yazırıq 1 bölünsün 300 bərabərdir. Burada düsturu necə yazmışdıq? Plandakı məsafəni həqiqi ölçüyə bölmüşdük. Plandakı ölçünü həqiqi ölçüyə bölmüşdük. Məsafə də deyə bilərik, ölçü də deyə bilərik. Plandakı məsafə olmadığına görə buraya x yazırıq. Həqiqi məsafənin yerinə bura 900 yazırıq. Burada heç bir çevirməyə ehtiyac yoxdur. Çünki santimetrlə verib bizə, yəni kiçik ölçü vahidi ilə verib, ona görə çevirmirik. İndi tənasüb formasında vuraq. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 300 vurulsun x bərabərdir 1 vurulsun 900. 300x bərabərdir 900-ə. X-i taparkən 900'ü bölürük 300'ə bərabərdir 3 santimetr. Yəni plandakı məsafə bərabər olacaq 3 santimetrə. Üçüncü nümunəyə baxaq. Üçüncü nümunədə isə həqiqi məsafə verib bizə 400 metr. Və plandakı məsafə də verib. Plandakı məsafə. Bu da bizə verib 2 santimetr. Bu səfər isə miqyası soruşur. Miqyas bərabərdir sual işarəsinə. Necə yazırıq? Yazırıq 1 bölünsün
Miqyas bilmirəm nə qədərdir. Buraya yazıram miqyas. Bayaq yazdığım düsturu tətbiq edirəm. Plandakı məsafə 2 sm bölünsün həqiqi məsafə. Həqiqi məsafə metr olduğuna görə biz əvvəl metrə çevirək santimetrə, sonra yazaq. 1 metr 100 santimetrdir. 400-də vuracaq 100-ə, eləyəcək 40.000 santimetr. Gətirib bura 40.000 yazırıq. Burada santimetrləri ixtisar apara bilərik. O zaman 2 vurulsun miqyas bərabərdir 1 vurulsun 40.000-ə. Miqyas bərabər olacaq 40.000-dən böləndə 2 eləyir 20.000. Yəni bu formada yaza bilərik. Bizdən miqyas soruşur, 1 bölünsün olacaq 20. Yəni məsafə, həqiqi məsafə 20.000 dəfə kiçildilib. Başqa bir nümunəyə də baxaq. Burada həqiqi ölçünün plandakı ölçüdən daha kiçik olması halına baxaq. Bizə miqyas verib 4 bölünsün 1. Həqiqi uzunluq və daha doğrusu plandakı uzunluq, plandakı ölçü yazaq. Plandakı ölçü 8 və yaxud da yazaq 4 sm yazaq. Plandakı ölçü bərabər 4 sm, həqiqi uzunluq və yaxud da həqiqi ölçü bərabərdir sual işarəsini. Ölçü də deyə bilərsiniz, məsafə də deyə bilərsiniz. Yenə yazırıq 4 bölünsün 1 bərabərdir. Bayaqçı düstura əsasən yazırıq. Plandakı ölçü 4'dür. Həqiqi ölçüsü x-dir. 4'ü vururuq x-a bərabərdir. 4'ü vururuq 1'ə. 4x bərabər 4'ə. X də bərabər 4'ü 4'ə böləndə 1. Yəni həqiqi ölçü 1 sm imiş. Biz onu 4 dəfə böyütdük və plandakı ölçünü 4 sm formasında çəkdik. Sonuncu nümunəmizdə həqiqətdə daha kiçik olan obyektləri təsvir olunmasına aid olan nümunə idi.